Salamlar olsun bütün dünya Azərbaycanlarına, o cümlədən də xüsusən də öz millətimə. Əziz Azərbaycanlılar və bütün cavanlar, orta yaşlılar, mən sizə yenidən müraciət edirəm ki, bu günləri ayın 26-sı Mart 2019-cu il. Mən niyə çıxırdım yenidən ekrana? Ona görə ekrana bu günləri çıxmağın səbəbi odur ki, özlərini qondarma bir qurum yaratmaqla, heç bir Ədliyyə Nazirindən qeydiyyatdan keçməyən, halbuki özlərini Respublikada, Azərbaycanda hakimiyyəti deyirmək, hakimiyyətə gəlməklə çıxışlar edirlər. Və hakimiyyəti zorla devirməyə çıxışlar edirlər, çağırışlar edirlər. Mən də bir Azərbaycanlı balası kimi, bir Cəllabadlı oğlu kimi, mən bunu heç vaxt biganə qalanmərəm buna. Ona görə ki, şəxsən dünənləri 25-də İskəndər Həmidovun çıxışına diqqətlə baxdım. Sən Cəllabadda adam axtarırsan və Mir Mahmud Fəttaya deyirsən ki, sənin orada partiyondan varsa, onlar birləşsinlər, gəlsinlər. Sənin Mir Mahmud Fətta deşitsin. Klasik xalq cəhbəsinin nəyi var? Kimdir o? Bir vaxt Əbülfəzər Vedirə qoşanın biri idi. İskəndər Həmidov. Ay millət, bilin bunlar kimdir? 11 mart 1993-cü ildə İskəndər Həmidov Heydər Əliyevlə Elçibəyin görüşməyində Heydər Əliyev Naxçıvana gedəndən sonra Əbülfəzin mizin altına basıb dögən İskəndər sən deyirdin mi? İndi umum lider onu sayırsan. Sən həmən İskəndərsən. Heç vaxt gəldiyiniz rayonlarda polislərin adını hallandırmıyor. Polis asayişi qoruyur. Siz asayişi pozmağa gəlirsiniz, yerli cəmaatla siz qarşı durma ola bilər. Çox xoşa gəlməz hadisələr ola bilər. Ona görə polis ola bilər ki, onun qarşısını ala. Bununla polis müdaxilə ola bilər. Başqa cür polisin nəyinə lazımdır? Polis yasada qarışmır. O sizin qurumuzdur. O sizi bilmirsiniz ki, bağışlayın, üzr istəyirəm. Daxili İşlər Nazirliyini nə cür ləkə gətirəsiniz? Bu mümkün olan şey deyil. Yox, bizim general. Sən haranın generalısan, hə? Sən əncə generalısan, 92-ci ildə, 93-cü ildə may ayına qədər hakimiyyətdə olan hakimiyyətin generalı olubsan sən. Saxta general. Kim sənə patpolkonu görür? Kim sənə polkonu görür? Samozavanız. Özünü çıxardım general, oradakilər də oturur. Düşük. Bilin kimdir o? Astaranın şağacında bir ailənin evinə, evə də, yaşayış evinə də qrantomet vurarlar. İskəndər. Mir Mahmud Fətta, sən o, mən Cəllabad. Gələrsən Cəllabada. Mən buradan səsləyirəm. Cəllabad rayonundan bu adamları dəvət edən şəxs bunu bilsin ki, Cəllabadda 230 mindən yuxarı əhəli var. Həmin bu əhalinin qəzabına gələcək özlü güclü. Fikirləşsinlər özlərində. Asaqqaları da fikirləşsin. Böyükləri də fikirləşsin. Anaları da, bacıları da fikirləşsin bunu. Çox böyük qəzaba gələrsiniz. Sizdə Cəllabadın bütün ziyalıları 125 dənədən yuxarı məktəb var, orta məktəblər. Bunların hamısı müəllim heyətləri siz üçün hazırdır. Müəllimlər sözünü deyəcək. Həmən müəllimlər, con müəllimlərə İskəndər Həmidov, səni kimi şərəfsiz adam, onlara götürüb 10 manatdan aşağı maaş verirdiniz, bir kisə un da eləmirdi. O müəllim səni qarşılayar, torpağı satanı müəllim qarşılayar, yetim bacılar, həkimlər sizi qarşılayar mı? Ömründə mən şəxsən sənə deyirəm İskəndər Həmidov, sən və səni deyirəm Mir Mahmud Fəttay, mən Cəllabadda soruşarsan, mən seyidlərin böyük xətir hörmətini gətirən adam olmuşam indi də. Amma elə hədd eləməklə ki, mən səni o vaxt Məhəmməd Peyğəmbərə də düşmənçilik eləyən əmsi uşaqlarına səni kimlər olub?
Səni kimi maskalanmış şehitlər var. Saqqalı basıb, tük basıb, güya ki, sən maskalanmış qurtsan. Sən elə var, klasik xalq cəhbəsin. Sən nə partiyon var elə? Mütrifin biri mütrif. Sənə havadar olan Mir Mahmud Fəttay, istər İskəndər Həmidov, sizə Cəllabadda yer yoxdur. Gələrsiniz, buradan səsləyirəm. Əgər Cəllabadda sizə qarşı xoşa gəlməz bir hadisə baş verərsə, sizi bura görəndərən təşkilat cavablı olacaq. Çünki Cəllabad cəmaatı sizi nə dəstəkləyir, nəsə. Hər rayonda 5 dənə, 3 dənə çaqqal ola bilər. Durub İskəndəri utanmaz, Beləsuvar icra hakimiyyətinin haqqında səfə-səfə danışsa. Sənin arzuca danışmalıdır səfə. Torpağı sən hakimiyyətdə olanda veribsən, sənin haqqın yoxdur cəmaatın içinə çıxmağa. Torpağı satan vətən xainləri, siz türmədə çürməliydiniz. Gedin Heydər Əliyevin qəbrinin başına fırlanın ki, onun siyasətini davam edən oğul sizə şərait yarattı. Siz ölməli adamıydınız. Siz Azərbaycan xalqının bir nömrəli düşmənisiniz. Cəllabadda sizə yer yoxdur. Bütün cəllabadlar, sizi mən səsləyirəm, aktiv olursunuz. Bunların burada yaranan çaqqalları ki var, o çaqqallar da Cəllabad oranından çıxmalıdır. Nədir Cəllabad? 7-8 il bundan qabaq bir söz demişdi belə, o adam Cəllabaddan çıxmaz oldu, getdi. Burada da Mir Mahmud Fəttay, sənin, mən Allahdan şahidliyəm, sənin klasik xalq cəbhəsinin bir ortalığa çıxsın. Mən hələ Cəllabadı böcək-böcək eləyən adam mən hələ görməmişəm. Amma sizə kim zəng vurubsa, buradan eşitsin o Cəllabadlı da. Əgər zəng vurubsansa, çağırıbsansa, sən Cəllabadda məni yaxşı tanıyırsan. Sənin Cəllabadda 230 min əhalinin qəzabına gələrsən. Ondan sonra baxarıq. Mən buradan səsləyirəm bütün Azərbaycan cavanlarının orta yaşlarına. Ümumiyyətlə, heç bir rayonda bunlara yer olmamalıdır. Bunlara Azərbaycanda yer olmamalıdır. Bunlar da həmən hürənlərdəndir. Qurban Məmmədov söyüşür, təhqir edən Qurban Məmmədov onların başındadır. Diktatorun yekəsi İskəndərdir. İskəndər deyir, biri yerindən çıxış edir, durur yerindən xəbərsiz çıxış edir. Onun sözünü kəsbir. Diktator sənsən, ya sən hakimiyyət elə deyirsən diktator. Diktator sənsən. Sənin dediyindən gör kənara çıxıb oradakilər, arvat kimi sənin sözdə qulaq asırlar. Qorxaq arvat kimi. Mən orada 2 dənə cavan partiyacılar, onları mən qarışdırmıram esinə. O 2 cavan uşaqlar, onlar yaxşıdır, əlim əllimdir. Milli istiqlalda vaxtı ikən olan. Onlar hörmətli adamdır. Siz bunlara qoşulmayın. Sizin çəkiniz var, hörmətiniz var. Bunlar kimdir? Əli bəy, sən vaxtı ikən onları tənqid edirdin də İskəndəri. İskəndər deyir, adını müxbirə qarşı. Ara, müxbiri ən respublikada söyüb, təhqir eləyən, sürüyən sən olubsan Daxili İşlər Naziri işləyəndə. Sən olubsan İskəndər. İskəndər kimi pedaraza burada yeri yoxdur. Sən Cəllabada baxarsan, Cəllabad sənə sözünü deyəcək. Buradan səsləyirəm, cənab prezident sizə. Mən sizə əmin edirəm ki, bunların hürmələrinə baxmayın. Azərbaycanın bütün rayonları 98-99% sizi dəstəkləyir, sizin arxanızdadır. Və mən buradan fürsətdən istifadə edirəm. Bağışlayın, üzr istəyirəm. Fürsətdən istifadə edirəm. Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Yusubov cənablarına mən sizə minnətdarlığımı bildirirəm ki, bir Cəllabadlı balası kimi sağ olsun sizin Cəllabad rayonunun polis şöbəsinin rəisi Mübariz Quliyev Cəllabadda analığı olmayan gözəl bir əməliyyat keçirtmiş. Əməliyyat uğurla başa çatmışdır və şəxsən bütün Mübariz Quliyev başda olmaq, onun bütün şəxsiyyətini mən bütün Cəllabadların, ziyaların adına öz minnətdarlığımızı bildiririk. Sağ olsun, sağ olun siz ki, belə bir şəxsi bura təyin edibsiniz. Cəllabadda demək olar ki, narkotikin axırına çıxırmış bu adam. Cinayətkarlığa qarşı, narkotik qarşı amansızcasına mübarizə apardığına görə başda Ramil Yusubov sizə və Cəllabad olan polis şöbəsinin rəisi Mübariz Quliyevə və onun bütün şəxsiyyətinə, o cümlədən Cəllabad rayonunun prokuroru Tariyel müəllimə
və onun şəxsi həyətinə, bütün prokuror işçilərinə sağ olsunlar, cinayətkarlığa qarşı və narkotika qarşı qəddarcasına mübarizə apardığına görə biz sizə minnətdarımızı bildiririk və çox sağ ol deyirik. Sağ olun, var olun.